sualda bizdən doğru olanı istəyir. Baxırıq ki, ismimiz cəmdədir və biz buna görə qeyri-müəyyənlik artikellərini atırıq. İkinci tərəfdə isə görürük ki, ismimizin qarşısına sifət işlənib və həmin sifət samitdən başlayır. Ona görə isə ənlə başlayanları atırıq və yerdə qalır D variantı. Daha sonra isə ikincidə baxaq. Görürük ki, yenə burada ismimizin qarşısında bir təyin edici var və o da samitdən başlayır. Ona görə biz ən artikelini atırıq. Daha sonra isə baxırıq ki, burada stadiumdur və biz stadium kimi ifadələrlə D artikeli istifadə edirik. Ona görə ən artikelini da atırıq. A və D variantları qalır. Burada isə match söz, yəni yarış mənasında istifadə olunduğuna görə biz buradan deməli artikelsiz istifadə edə bilmərik. Ona görə A variantda gedir, qalır D variantı. Növbəti sualımızda isə görürük ki, burada ismimiz cəmdə işlənib. Ona görə biz qeyri-müəyyənlik artikellərini, E artikellərini atırıq. Daha sonra isə ikinci tərəfdə England ölkə verilib və biz ondan artikel işlətmirik. Ona görə B və D variantları da gedir və yerdə qalır C variantı. Daha sonra isə baxırıq ki, burada üstünlük dərəcəsi verilib və ona görə biz D artikelini istifadə etməliyik. Y variantını, D-ni, daha sonra C-ni atırıq. A və B variantları qalır. Daha sonra isə biz burada müəyyən bir sinifdən danışdığımız üçün A variantını istifadə edirik. Çünki burada deyirik ki, Helen ən çalışqan tələbələrdən biridir. Deməli, burada müəyyən bir sinif var ki, biz burada D artikeli istifadə edirik. Daha sonra isə 5-ci sualda da həmçinin üstünlük dərəcəsi olduğu üçün D artikeli istifadə olunmalıdır. C, Y və D variantları gedir. A və B variantları qalır və görürük ki, burada ofis sözü sayılan isimdir. Biz onu artikelsiz istifadə edə artikelsiz, yəni bu qala bilməz. Ona görə B variantını da atırıq və qalır A variantı. Daha sonra isə 6-cı sualda görürük ki, mostdan sonra isim işlənib. Deməli, biz burada heç bir artikel istifadə etməməliyik. A-nı, D-ni, B-ni, C-ni atırıq və yerdə qalır Y variantı. Daha sonra isə 7-ci sualda baxırıq ki, burada trip sözü sayılandır və bunun qarşısında sifət işlənib. Sifətim isə samitdən başlayır. Deməli, ən artikelini atırıq. Daha sonra isə trip sayılan olduğu üçün artikelsiz qala bilməz, C-ni də atırıq. Daha sonra isə Saturday, yəni həftənin günləri, aylar və s. bunlardan biz artikel istifadə etmirik. Y, D variantlarını da atırıq və yerdə qalır A variantı. Daha sonra 8-də isə yenə baxırıq ki, burada parti sözü sayılandı. Onun qarşısında isə yenə təyin edici işlənib və görürük ki, deməli bu nədən başlayır? Saytdan. Ona görə biz saytdan başlayan yeni seçməliyik və burada A variantını atırıq, daha sonra yeni atırıq. Bu sayılan olduğu üçün artikelsiz ola bilməz, C-ni də atırıq. B və D variantları qalır. Daha sonra isə Sunday'də həmçinin həftənin günü olduğu üçün artikeldən işlənmir, qalır D variantı. Daha sonra 9-da deməli bunlar sabit bir birləşmələrdir. Yəni ona görə bunun xüsusi bir izahı yoxdur. Burada D artikel olur, ikinci tərəfdə isə tell a lie olur. D və E artikelləri D variantıdır. Daha sonra isə deməli 10-cu suala baxaq. Görürük ki, yeni üstünlük dərəcəsidir. D artikeli olmalıdır. İkinci tərəfdə isə world sözünə həmişə D artikeli işlənir. Ona görə götürürük C variantını. Daha sonra 11-ci sualda yenə üstünlük dərəcəsidir. D artikeli olmalıdır və burada ikinci tərəfdə də həmçinin world'dan da D artikeli olur. Cavabımız da olur D variantı. Daha sonra 12-ci sualda Egypt ölkədə yenə Misirdir. Artikelsiz qalır. Daha sonra isə deməli ikinci tərəfdə isə last söz var. Əgər lastdan sonra zaman bildirən sözlər istifadə olunarsa, biz bu zaman artikel istifadə etmirik. Əgər ki, zaman bildirən sözlərdən savayı bir söz işlənsə, bu zaman deməli D artikeli istifadə edə bilərik. 13-də isə baxırıq ki, burada castle sözü sayılandır. Özündən əvvəl yenə təyin edici istifadə olunub və bu saytdan başlayır. Deməli, saytdan olanları götürməliyik. D-ni atırıq, yeni atırıq, C-ni atırıq. Deməli, ən qalır. İkinci tərəfdə isə yenə baxırıq ki, artıq burada bu castle, yəni bizi müəyyəndir. Yəni bu, deyim ki, qala. Yəni əvvəlcə deyirik ki, məsələn, this is an old castle, yəni bu bir deməli qaladır.
Daha sonra isə deyək ki, bu qala, yəni müəyyən bir artıq qaladan danışırıq. Yəni həmin qala olur nə? D artiklı. Yəni deyək ki, həmin qala deyək ki, Bakıdadır. Daha sonra isə baxaq 14-cü suala. Deməli baxırıq ki, burada places işlənib. Yəni biz burada deməli təkliyi göstərənləri yeni atırıq. Və burada isə D artikellərini istifadə etmirik. Çünki burada D artikelləri müəyyənlik bildirir. Amma ki, burada biz ümumi bir fakt deyirik ki, məsələn, Avstraliyada gözəl yerlər var. Ona görə D artikelinin istifadə olması üçün heç bir məqam yoxdur. İkinci tərəfdə isə Avstraliya, yəni belə deyim ki, materiklərdən yəni olduqda biz heç bir artikel istifadə etmirik. Qalır burada nə? B variantı. 15-də isə deməli baxırıq ki, burada nəyə? Deməli, burada görürük ki, giraffe, yəni heyvandır. Yəni bu sayılanda biz bunu artikelsiz istifadə edə bilmərik. A variantını atırıq. Və deyir ki, mən zooparkda bir zürafə gördüm. Yəni burada sən onu ilk dəfə görsən deyə bu sənə müəyyən olmur. B variantını, D variantını atırıq. C və Y variantları qalır. Zoo isə yəni zooparkda həmçinin hər zaman D artikelləri işlənir. Yəni bunu xatırlamasaq belə yəni bilə bilərik ki, bu sayılan bir isimdə onu artikelsiz buraxa bilmərik. C variantını atırıq, qalır Y variantı. 16-da isə yəni burada deyək ki, she noticed eagle, yəni deyək ki, o bir qartalı hiss etdi. Yəni də samada. Deməli bu qartalı ilk dəfə görür. Bu bizə yəni müəyyən deyil. Ona görə B-ni D-ni atırıq. Və bu sayılan isim olduğu üçün yəni mütləq artikeldən işlənməlidir. A və C variantları qalır. Və burada sky sözündən də hər zaman D artikel işlənir. Ona görə də qalır burada nə? A variantı. 17-də isə deməli burada görürük ki, nə var? Üstünlük dərəcəsi var və D artikel işlənməlidir. Ona görə B-ni yeni anlatırıq. C və D variantları qalır. İkinci tərəfdə isə continent sözü həmçinin D artikeldən işlənir. Yenə məntiqdən də baxsaq ki, bu isim sayılan olduğu üçün mütləq ki, hər hansı bir artikeldən işlənməlidir. C-ni də atırıq, qalır D variantı. 18-də deməli yenə burada bizdə sıra sayı verilib. Buna görə D artikel işlətməliyik. D-ni yeni, C-ni atırıq. A və B variantları qalır. Deməli burada da world sözündə hər zaman D artikel olur. Yenə məntiqən də baxsaq ki, onu artikelsiz yenə qoya bilmərik. Yəni çünki sayılan isimlər yəni mütləq ki, hər hansı bir yəni artikeldən işlənər və yaxud ki, nəsə qarşısında bir təyin edici nəsə olmalıdır. 19-da isə yenə baxırıq ki, burada yenə bizim ismimiz işlənib, onun qarşısında deməli yəni sifətimiz var və bu samitlə başladığı üçün əni atırıq, əni atırıq. Daha sonra isə bu ümumi bir fikir yəni deyir. Ona görə deyir ki, it is a good idea, it is a good idea şəklində demirik. Daha sonra isə burada deyir ki, bu yaxşı bir ideyadır. Demək üçün toy hədiyyəsi almaq. Yəni bir toy hədiyyəsi almaq nəzərdə tutulur. Yəni bundan savayda baxırıq ki, present hədiyyə sayılanda onu artikelsiz istifadə edə bilmərik. A-nı, C-ni atırıq və qalır yerinə B variantı. Daha sonra 20-ci sualda baxırıq ki, burada village sözü sayılandır. Ona görə mütləq ki, artikel olmalıdır. B variantını atırıq. Daha sonra isə görürük ki, bunun qarşısında sifət işlənib və həmin sifət də samitdən başlayır. Ona görə ki, mütləq deməli artikel işləməlidir. Yəni E artikelləri var. D artikellərini atırıq. Çünki burada deyir ki, we visited a nice village. Deyir ki, biz gözəl bir, yəni kəndə deyir ki, ziyarət etdik. Burada ümumi bir, yəni deyir. Yəni burada əvvəlcədən müəyyən olan bir şey deyil. Ona görə D artikellərini istifadə etmirik. Daha sonra isə C sözündən də hər zaman belirləyim ki, D artikel işlədirik və məntiqlə də baxsaq ki, C sayılan olduğu üçün artikelsiz yəni istifadə olmaq mümkün deyil. Ona görə qalır D variantı. 21-də isə baxırıq ki, burada üstünlük dərəcəsidir. D artikeli işlənməlidir. İkinci tərəfdə isə baxırıq ki, country sözüdür. Yenə sayılan olduğu üçün artikelsiz istifadə etməsi doğru deyil. A və Y variantları qalır və country isə deməli hər zaman D artikelindən yəni istifadə olunur. Daha sonra isə 22-ci suala baxaq. 22-ci sualda deməli baxırıq ki, burada nədir? Deyirik ki, country sözü sayılanda ondan yəni biz artikel istifadə etməliyik və demək ki, çox halda D artikel işlənir, yeni atırıq, ana atırıq, C və D variantları qalır və burada isə deyir ki,
Milan ölkənin şimal tərəfindədir. Yəni burada ölkənin müəyyən bir hissəsindən bəhs etdiyi üçün biz burada həmçinin de artiklı istifadə edirik. Amma ki, məsələn, Şimali Amerika və s. desək, yəni North America, bu halda biz artikl istifadə etmirik. 23-də deməli burada Browns bütöv bir ailəni bildirdiyi üçün de artiklından istifadə edirik. D variantını B-ni yenə atırıq. A və C variantları qalır. Və burada flat mənzil sayılan olduğu üçün bunun artiklsız işlənməsi doğru deyil və qalır deməli nə? C variantı. 24-də isə burada deyir ki, English is international language. İngilis dili deyir ki, beynəlxalq bir dildir. Və burada deməli burada English millət deyil, yəni bir dildən söhbət gedir və əgər ki, onun yanında language sözü işlənməyibsə, deməli bu artiklsız olur. D variantı B, Y gedir, həmçinin C də gedir. Qalır yerdə nə? A variantı. 25-də isə deməli, baxırıq ki, burada deyir ki, do you have bigger room? Burada room sözü sayılan olduğu üçün mütləq ki, artikldan işlənməlidir. Ona görə A-nı, C-ni atırıq. İkinci tərəfdə isə deməli, burada görürük ki, nə var? Üstünlük dərəcəsi var. Üstünlük dərəcəsi olduğu üçün mütləq ki, D artiklı işlənməlidir. D və Y variantları gedir və yerdə qalır B variantı. 26-da isə deməli, baxırıq ki, burada nədir? Top və page hər ikisi yəni sayılan isimlər yəni olduğu üçün, yəni həm də baxırıq ki, yəni çox vaxtı at the top of deyirik, yəni nəyinsə. Burada deməli nə olur? D artikli işlənir. İkinci tərəfdə də həmçinin D artikli işlənir. Elə deməli bizə nə olur? B variantı olur. Həmçinin də burada nə görürük? Yəni deyir ki, səhifənin deməli, yəni necə deyək, zirvəsi, yəni ən üst hissəsi nəzərdə tutulur və görürük ki, burada cansızların deməli yelkaldı. Onu görə də nə işlədir? The top of the page. Yəni D nöqtə of, D nöqtə, yəni biz deməli yelkalda bundan istifadə edirik. Ona görə də o məntiqdən D artiklını işlədə bilərik. 27-də isə baxırıq ki, burada isə deyir ki, yolun ən dibi, yəni ən sonu mənasındadır. Burada da həmçinin cansızların yelkaldı. Elə ona görə də D artikllarını işlədə bilərik. 27-də də həmçinin olur nə? D variantı. 28-də isə baxırıq ki, when the children dug the ground, they found various kinds of stones. 28-də isə baxırıq ki, burada deyir ki, nə vaxt ki, uşaqlar yeri qazırdı. Burada deməli, müəyyən bir yerdən bəhs olunur. Ona görə D artiklından istifadə edirik. İkinci tərəfdə isə deyir ki, onlar müxtəlif növ sümüklər tapdılar. Burada isə sümüklər sadəcə ümumən deyilir. Yəni, burada müəyyən bir sümüklərdən bəhs olunmur. Ona görə ikinci tərəfdə heç bir şey istifadə etmirik. 29-a baxırıq ki, burada üstünlük dərəcəsidir. D artiklı istifadə olunmalıdır. İkinci tərəfdə isə deyir ki, burada deməli ismimiz sayılandır. Ona görə burada D variantını atırıq və görürük ki, burada ismimizin qarşısında sifət işlənir və həmin sifət isə nədən başlayır? Saitdən, old deyirik, saitdən olur. Ona görə biz E artiklını deyil də N artiklını istifadə etməliyik. 30-cu sualda isə görürük ki, first söz işlənib burada. Deməli, bu nədir? Sıra sayıdır. Ona görə biz D artiklını istifadə etməliyik. Daha sonra isə deməli, digər variantlar qalır. Həmçinin ikinci tərəfdə də sıra sayı işlənib. Ondan da D artiklı istifadə olunmalıdır. 31-də isə baxırıq ki, burada collection sözünün qarşısında deməli, nə istifadə olunub? Sifət və biz onun əsasını tapmalıyıq və deyir ki, unique. Bu nədən başlayır? Deməli, samitdən yəni başlayır. Çünki Y-dan. Ona görə biz N artikllarını atırıq. Həmçinin baxırıq ki, bu collection sözü yəni sayılandır. Ona görə biz onu artiklsız yəni istifadə etməyimiz düzgün deyil. Ona görə Y və A variantlarını atırıq və yerdə qalır nə? D variantı. 32-də isə deyir ki, someone who wants to be a teacher, yəni də kimsə müəllim olmaq istəyir. Burada müəyyən bir müəllimdən danışılmır, sadəcə ümumiyyətcə bir müəllim olmaq istəyir. Yəni, burada həm də tərcüməyə baxmasaq da görür ki, teacher sözü sayılandı. Ona görə biz onu artiklsız istifadə edə bilmərik. Bu yanlışdır. İkinci tərəfdə isə deyir ki, must love children. Deyir ki, uşaqları sevməlidir. Burada children sözü cəmlədir. Biz onu artikldan istifadə edə bilmərik. Sonda isə patience sözü sayılmayandır. Ona görə biz onu da artiklsız istifadə edirik və yerdə qalır nə? Ya variantı. Yəni tərcüməyə baxmadan da bunu tapmaq mümkündür.
33-cü sualda isə görürük ki, doktor sözü sayılandı. Yəni bunu artiklsız olanları atırıq. İkinci tərəfdə isə deməli patience cəmdə işləyən biz onu deməli article istifadə edə bilmərik. Ən sonda isə responsibility sözü bizi deməli sayılmayandır. Ona görə artiklını da atırıq və yerdə qalır nə? A variantı. Daha sonra 34-də deməli baxırıq ki, small group of people gathered outside building. Burada görürük ki, məsələn, building sözü sayılandı. Bu artiklsız işlənibsə, deməli B və Y variantları səhvdir. Grup sözü də həmçinin sayılandı. Bu da artiklsız işlənibsə səhvdir. Qalır yerdə nə? A variantı. 35-i yenə deməli P sözü də sayılandı, village sözü də sayılandı. Artiklsız olanları yenə atsaq, deməli elə qalır nə? C variantı. 36-da isə baxırıq ki, waiter bu sayılan isimdir. Yəni ofisant. Deməli A variantını B-ni yenə atırıq. İkinci tərəfdə isə water sözü sayılmayandır. Artiklın işlənməsi səhvdir və yerdə qalır nə? C variantı. 37-də isə deməli internet bir ixtiradır, yəni müəyyən olan bir şeydir. Bu D artiklından işlənməlidir, yəni hər zaman. Deməli A və Y variantları B variantları həmçinin çıxır. Daha sonra isə deməli burada one sayılandı. Yəni əsasən one, yəni belə deyim ki, nə isə əvəzləyəndə, yəni istifadə olunur. Tutalım ki, deyirəm I have two books. Mənim 2 kitabım var. Deyirəm ki, məsələn göy olanla belədir. Daha sonra deyirəm ki, məsələn mavi kitabım. Sonra deyirəm ki, yaşıl olan the green one. Yəni burada artıq mən one dedikdə əslində əvvəlcə bəhs etdiyim isimdən danışıram. Ona görə də deməli bu da həmçinin sayılan isimdir. Yəni biz burada mütləq ki artikl işlətməliyik. D variantı səhvdir və yerdə qalır nə? C variantı. Daha sonra 38-də isə baxırıq ki, it is possible to earn college degree over internet. İnternet yenə D artiklını işlədir. Ona görə A-nı, B-ni, Y-ni və C-ni atsaq, hələ yerdə qalır nə? D variantı. Daha sonra 39-cu sualda baxaraq ki, sailor sözü sayılandı. Artiklsız işlənsə, yəni deməli səhvdir. İkinci tərəfdə isə dry place, play sözü sayılandı. Artiklsız işlənməsi, yəni həmçinin səhvdir. Burada isə sailor sözü samitdən başladığı üçün, yəni ən artiklın işlənməsi düzgündür və yerdə qalır nə? C variantı. 40-da isə baxırıq ki, team sözü sayılandı. Artiklsız, yəni işlənməsi səhvdir. Daha sonra ikinci tərəfdə baxırıq ki, play sözüdür. Bu da həmçinin sayılandı. Artiklsız işlənməsi düzgündür və görürük ki, team sözü T-dan, yəni samitdən başlayır. Ona görə N-dən istifadə olmaz. Yerdə qalır C variantı. Daha sonra isə 41-də baxırıq ki, biggest üstünlük dərəcəsidir. D, Y, B variantlarını atırıq və deməli burada baxırıq ki, unemployed verilib və deməli bu belə tək verilibsə, bu isimləşmiş sifətləri göstərir və isimləşmiş sifətlər isə D artiklından istifadə olunur. Yəni D unemployed işsizlər deməkdir. Ona görə D artiklını işlədirik. 42-də baxırıq ki, burada P sözü sayılandır, friend sözü də həmçinin sayılandır. Baxırıq ki, hansılar artiklsızda A, D, C-ni atırıq. Burada görürük ki, nədir? İsmimizin qarşısında sifət işlənib və həmin sifətə biz useful, yəni y-dan tələffüz edirik. Ona görə ən artiklı istifadə edə bilmərik və yerdə qalır nə? Y variantı. 43-də isə yenə baxırıq ki, idea sözü sayılandı. Deməli, burada artiklsız olanları B-ni atırıq və burada deməli onun qarşısında nə istifadə olunub? Yeni sifət və useless, y-dan bu başlayır. Ona görə bu ən artiklından istifadə olunmaz. Bu da səhvdir. Daha sonra isə deməli baxırıq ki, neighbor sözü yenə qonşu deməkdir və onu da deməli biz artiklsız buraxa bilmərik. Ona görə D-ni də C-ni də atırıq və yerdə qalır nə? Y variantı. 44-cü sualda isə baxırıq ki, weather sözdür. Bu sayılmayandır. Yəni ona görə biz burada E artiklını atırıq. Daha sonra isə walk burada gəzintidir, yəni sayılan isimdir. Ona görə artiklını işlətməliyik. Ona görə B-ni də atırıq. Ən sonunda isə park sözü həmçinin sayılandı. Bu da artiklsız da səhvdir. Və deməli 44-də bizdə qalır nə? A və Y variantları və burada baxırıq ki, deyir ki, as weather was fine. Deyir, hava yaxşı idi.
Burada keçmişdə əsasən nədənsə danışdığına görə, yəni müəyyən bir şeydən danışır. Yəni hava deyək ki, yaxşı idi. Biz burada müəyyən bir havadan danışırıq. Ona görə də biz nə istifadə edirik? Y variantı. Bundan savayı have-dan sonra olan ifadələrdən biz əsasən en artikelləri istifadə edirik. Yəni D müəyyəni artikeli demək olar ki, istifadə olunmur. Qalır Y variantı. 45-də baxırıq ki, burada sıra sayışanıb D artikeli olmalıdır. Y variantını atırıq, C-ni atırıq. Daha sonra növbəti hissədə isə go out for a long walk. Burada deməli, yəni uzun bir gəzintiyə çıxmaq mənasındadır. Həmçinin D variantını ataq, çünki bu sayılan isim olduğu üçün artikelsiz olmaz. Daha sonra isə yəni ən sonuncu ismimizə baxırıq. Meşə sözü. Bu da yəni sayılan olduğu üçün artikelsiz olmaz. A variantı gedir, qalır B variantı. Daha sonra deməli 46-cı sualda baxaq nəyə? Burada shirt sözü, yəni köynəkdir, sayılandır. Artikelsiz isə atırıq. İkinci tərəfdə deməli jaketdir. Bu da həmçinin sayılandır. Artikelsiz isə bunu da atırıq. Və sonda last sözdür. Burada özünə sonra zaman bildirən söz gəldiyi üçün biz bunu artikelsiz istifadə etməliyik. Deməli A variantı gedir və yerdə qalır nə? C variantı. 47-də isə baxırıq ki, burada İsmimiz sayılan isimdir. Artikelsiz, yəni işlətmirik. Ona görə B və D variantlarını atırıq. İkinci tərəfdə isə party həmçinin sayılan isimdir. Bu da artikelsiz, yəni istifadə etməyimiz yəni yanlışdır. Və görürük ki, next sözündən sonra zaman bildirən söz gəlib. Ona görə artikelsiz olur. Yerdə də qalır nə? B variantı. 48-də isə burada bu bir ifadədir. Yəni to be in a hurry, tələsmək mənasındadır. Ona görə biz burada avtomatik E artikelini axtarırıq. B, Y, C variantlarını atırıq. Və burada lastdan sonra da həmçinin baxa bilərik ki, zaman bildirməyən söz gəlib. Ona görə D artikeli olmalıdır. Həmçinin bütün variantları yəni atsaq, heç birinin ikinci tərəfində D artikeli yoxdur. Avtomatik olaraq 48-də A variantı qalır. 49-da isə deməli, burada baxırıq ki, customer sözü sayılan sözdür. Artikelsiz isə deməli bu səhvdir. İkinci tərəfdə isə yenə shop sözü sayılandır. Artikelsiz isə bu da həmçinin yeni səhvdir. Burada isə deməli bizə qalır B, C və Y variantları. Burada isə deməli deyir ki, Kate müştəri ilə deyir ki, danışırdı, yəni danışır. Burada isə deməli müəyyən bir müştəri deyil, sadəcə bir müştəridir ki, yəni oraya 2 dəfə gəlir. They who just came into the shop. Yəni deyir ki, mağazaya gəlmişdi. Mağaza onları yəni müəyyən olan bir şeydir, çünki yəqin ki, orada yəni çalışır. Amma ki, müştəri ilk dəfə gələndədir, yəni orada biz qeyri-müəyyən artikeli veririk və qalır burada nə? B variantı. Daha sonra isə 50-ci suala baxaq. Burada görürük ki, answer sözü saytdan başlayır. Ona görə biz E artikelini atırıq. Daha sonra isə deməli burada artikelsiz olanda səhvdir. Yerdə qalan variantları yəni saxlasaq. Letter sözü də həmçinin yəni sayılan isimdir. Məktub, ona görə artikelsiz yəni buraxa bilmərik. Qalır yerdə nə? C variantı. Daha sonra isə 51-cidə reply cavabı, yəni bu sayılandı. Ona görə Y variantı atırıq. İkinci şərtdə də letter həmçinin sayılandı. Məktubdur. A-nı yəni atırıq. Burada isə baxırıq ki, reply sözü samitdən başlayır. Ən artikel istifadə olunmaz və yerdə qalır B variantı. 52-də isə baxırıq ki, view mənzərə sözü sayılandı. Ona görə artikelsiz işlənməsi səhvdir. Və deməli, ikinci tərəfdə isə stage sözü, yəni səhnə sözü də həmçinin sayılan isimdir. Artikelsiz işlənməsi doğru deyil. Yerdə qalır B variantı. Daha sonra 53-cü suala baxaq. Burada görürük ki, film sözü sayılandı. Artikelsiz işlənməsi deməli doğru deyil. Impression sözü də həmçinin sayılandı. Ona görə C-ni D-ni atırıq. Yerdə qalır B variantı. Daha sonra 54-də airport sözü hava limanı sayılandı. A-nı B-ni atırıq. Və deməli ikinci tərəfdə isə ticket deməli counter. Yəni daha doğrusu counter ilə belə deyim ki, sayılan isimdə, ona görə də o da artikelsiz olmaz. Yerdə qalır C variantı. 55-də isə baxaq burada when plane lands. Plane deməli sayılandır deyə, yəni A-nı D-ni atırıq. Daha sonra isə ikinci tərəfdə exit çıxışdır, yəni bu da artikelsiz olmaz və burada B və Y variantları qalır. Burada isə exit, yəni əsasən D artikelından istifadə olunur. Yəni müəyyən bir belə deyək ki, çıxışdan bəhs olunur. Yəni deyək ki, nə vaxt təyyarə yerə düşsə, sən çıxışa getməlisən. Burada müəyyən bir çıxışdan bəhs edir. Ona görə olur Y variantı.
Daha sonra 56-da isə burada qrup sözü sayılandır. Daha doğrusu D variantını atırıq, C-ni hərəkət saxlayaq. Daha sonra isə building sözü sayılandır deyə artikelsiz olmaz, C-ni atırıq, B-ni atırıq. A və Y variantları qalır. Və deməli bu tipli ifadələrdə, yəni tutum bildirən nəsə və yaxud da ki, nəsə ölçü, bu tipli ifadələrdə biz D artikeli deyil də deməli E artikeli istifadə edirik. Yəni balaca bir qrup insanlar. Yəni bu şəkildə biz A variantını götürürük. Daha sonra isə 57-də deməli biz sözü sayılanda ona görə artikelsiz olmaz. B-ni, D-ni atırıq. A, C, Y variantları qalır. Country sözü də yəni həmçinin sayılanda ona görə C-ni, Y-ni atırıq və 57 deməli qalır A variantı. Daha sonra radio sözü də həmçinin yəni ixtiralardan biri olduğu üçün biz onunla da D artikeli işlətməliyik. A, B, D variantları gedir, Y variantı da gedir. Yerdə ilə qalır deməli nə? C variantı. Daha sonra isə 59-a baxaq. 59-da deməli burada görürük ki knock, yəni qapını döymə deməkdir və burada yəni o daha doğrusu səs, yəni qapını döyəndə yəni olan səsə bir növ deyə bilərik və yaxud da ki qapını döyməyə. Deməli bu sayılan isimdir. Yəni bununla yanaşı baxırıq ki bu samitdən başlayıb biz ona görə D-ni atırıq. İkinci tərəfdə door sözü qapı sayılanda A-nı atırıq, B-ni atırıq, C-ni atırıq və yerdə qalır nə? Y variantı. 60-da isə baxırıq ki, women sözü sayılandır, artikelsi olan səhvdir, özündən əvvəl site işlənir və daha doğrusu özündən əvvəl sifət işlənir və həmin sifət isə sitedən başlayır. Ona görə biz B-ni atırıq, deməli A, D, Y variantları qalır və burada yenə organization işlənib, yəni bu da sayılan isimdir, özündən əvvəl deməli sifət işlənib, həmin sifət isə samitdən başlayır. Ona görə biz burada A-nı və D-ni atırıq, yerdə qalır Y variantı. Daha sonra isə 61-də deməli Apple sözü sayılan isimdir və həmçinin saytdan başladığı üçün A variantını atırıq. İkinci tərəfdə isə lunch sözü sayılmayan yəni isimdir. Ona görə biz onu artikeldən yəni istifadə etmirik. Burada da deməli D variantı gedir. Sonra deməli B və Y variantları qalır və burada da deyir ki, hər uşağa deyir ki, bir dənə alma verilmişdir. Yəni burada müəyyən almadan söhbət gedilmir. Yəni bir dənə alma verilmişdir. Mən bundan sonraki cümləmdə artıq həmin almadan yəni bəhs etsəm, onda da D artikeli istifadə edə amma növbəti cümlə artıq verilməyib. Ona görə də olur B variantı. 62-də isə baxırıq. Deməli burada I need little time to think about offer you made. Burada görürük ki offer təklif. Yəni bu sayılan bir isimdir. Yəni biz burada deməli ondan artikel istifadə etməliyik. B-ni yenə atırıq. Və burada deməli baxırıq ki I need little time to think about offer you made. Burada deməli baxırıq ki little-dan nə iş edə bilərik? Məsələn, a little, yəni biraz vaxta ehtiyacım var desək daha doğru olar. Və burada təklif deyir və təklif desə deyir sənin etdiyin təklif. Bu müəyyən bir təklif olduğu üçün biz burada müəyyənlik artikelini istifadə etməliyik. Ona görə C-ni atırıq. A və D variantları qalır. Və burada isə a little desək daha doğru olar. Çünki deyir mənim biraz vaxta ehtiyacım var. Yəni çünki a little daha müsbət mənada gedir. Amma little çox az vaxtdır. Yəni deyir ki, mənim sənin etdiyin təklif üçün, yəni çox az düşünmə ehtiyacım var. Bu biraz mənə cəhətdən uyğun deyil. Ona görə A variantını götürürük. 63-də isə deməli baxırıq ki, burada film sözü sayılandır. Bu mütləq artikeldən işlənməlidir. Ona görə Y variantını atırıq. İkinci tərəfdə isə television sözü həmçinin yenə sayılandır. Lakin biz bundan demək olar ki, yəni artikel istifadə etmirik. Radio sözündə olur, amma televiziyada, yəni biz televizorda istifadə etmirik. Ona görə biz deməli A variantını atırıq, D-ni atırıq, B və C variantları qalır və deyir ki, sən deyir televizorda olan filmi gördünmü? Yəni burada biz deyir ki, müəyyən bir filmdən danışırıq. Yəni ona görə daha doğrusu B variantını götürürük, yəni D artikelini. 64-də isə bizdə burada məktəbə getmək anlayışı ümumi bir anlayışdır. Yəni burada binaya getmək üçün deyil də, yəni oxumaq mənasındadır. Ona görə biz go to school-dur, yəni və s. go to work və s. bunlardan
artikl istifadə etmirik. A variantını, B variantını səni atırıq və avtobusla gedir dediyi üçün, yəni biz burada heç bir artikl istifadə etmirik və 64-də qalır nə? Y variantı. Daha sonra 65-də isə baxarıq ki, inventor ixtiraçıdır. Sayılan içində ona görə A-nı atırıq, B-ni atırıq və ikinci tərəfdə isə computer mouse. Yəni burada mouse sayılan olduğu üçün artikldan istifadə etməliyik və baxaq deməli hansıdır. Deyir ki, computer mouse burada müəyyən bir inventordan, ixtiraçdan bəhs olunduğu üçün biz ən artiklını atırıq deməli. Və yerdə qalır bizdə D və Y variantıdır. Və burada da müəyyən bir ixtiradan söhbət getdiyi üçün, yəni burada computer mouse deyil, kompüter yəni siçanı. Ona görə də biz götürürük nə? D variantını. Daha sonra isə 66-cı suala baxaq. Burada 66-cı sualda deməli morning sözü sayılandı deyə biz burada artiklsız işlətməyimiz doğru deyil və first sözü də həmçinin sıra sayı D artikl olmalıdır. B-ni D-ni atırıq. Qalır burada C və Y variantları. Deyir ki, soyuq bir qış səhəri idi. Yəni burada soyuq bir deyirik. Yəni müəyyən bir necə deyim, səhərdən bəhs etmirik. Yəni ümumən bir şey dediyimiz üçün qeyri-müəyyən artikl istifadə etməliyik. O da olur nə? Y variantı. Daha sonra isə 67-ci sualda bizdən nə istəyir? 67-də deməli burada baxırıq ki, state sözüdür. State sayılandır. Ştat deməkdir. Ona görə A-nı yenə atırıq. Daha sonra isə ikinci tərəfə baxaq. İkinci tərəfdə isə burada müəyyən bir cəhətdən bəhs etdiyi üçün, yəni ölkənin belirəm ki, qərb hissəsi nəzərdə tutulur. Baxaq, deyir ki, ikinci tərəf, deməli birinci tərəfdən. Washington is a state in the Pacific Northwest region of the United States. Deyir ki, Washington Birləşmiş Ştatların, deməli, şimal-qərb regionundadır. Yəni deyir ki, Sakit okeanın. Və burada isə də ki, bir ştatdır. Yəni, ümumən deyir. Ona görə biz E artiklini götürməliyik. Və ikinci tərəfdə isə deyir ki, which is bordered on the west by the Pacific Ocean. Deyir ki, qərb hissəsindən, yəni burada ölkənin qərbini nəzərdə tutduğu üçün cəhət mənasında biz burada D artiklini götürməliyik və D artikli olanda iki variantımız var. D və Y variantları. Y variantı səhv olduğu üçün elə avtomatik cavabımız D variantı olur. 68-ə isə baxsaq, deməli burada sıra sayı verilib. Sıra sayı olduğu üçün D artikli olmalıdır. B-ni yenə atırıq. A, C və D variantları qalır. Və word sözdə hər zaman D artiklini işlənir. Ona görə də götürürük nəyi? A variantını. Daha sonra 69-a baxaq. 69-da deməli island sözü, deməli burada baxaq ki, nədir? Sayılandı. İkinci tərəfdə isə bizdə üstünlük dərəcəsi verilib. Ona görə A variantını atırıq, B-ni yenə atırıq və üstünlük isə deməli nədən işlənməlidir? D artiklından. C-ni də atırıq, yerdə qalır D variantı. 70-ci sualda isə görürük ki, burada üstünlük dərəcəsi verilib. Buna görə D artikli olmalıdır. B-ni yenə A-na atırıq və burada C və D variantları qalır. İkinci tərəfdə isə world sözünün də hər zaman D artikli olur. Qalır nə? C variantı. Daha sonra isə 71-ə baxaq. 71-də deməli country sözü burada görürük ki, nədir? Cəmdədir. Ona görə biz burada EN artikllarını istifadə edə bilmərik. Heç onları da verilməyib. Və görürük ki, big shipdir. Bu ship nədir? Deməli biz bunu daha doğrusu baxaraq big ship. Burada deməli biz foreign countries hissəsində heç bir artikl işlətməyəcəyik. Çünki burada müəyyən xarici ölkələrdən danışılmır. Yəni ümumən deyir ki, Sofi həmişə xarici ölkələri deyir ki, gəzmək istəyib. Və burada ümumən dediyi üçün, yəni biz D artiklini istifadə etməyimizə ehtiyac yoxdur. Daha sonra isə baxırıq ki, orada ona big ship, yəni deyir ki, böyük bir gəmidə. Ona görə də biz burada deməli E artiklini götürürük, C variantı olur. Daha sonra isə 72-ci sualda baxırıq ki, couple. Burada cütlükdür. Deməli biz bunu mütləq ki, artikldan işlətməliyik. B-ni, C-ni atırıq. İkinci tərəfdə isə deməli burada nə var? UK-dir.
Yəni biz bu birləşmiş olanlardan da UK-dir, USA-dir, daha sonra deməli United Arab Emirates-dir. Bunlardan hər zaman D artiklı istifadə etməliyik. O da qalır nə? A variantı. Daha sonra isə 73-ə baxaq. 73-də deməli görürük ki, burada village sözüdür, sayılandı və house sözü də həmçinin sayılandı. Ona görə biz D-ni yenə atırıq ki, bu mütləq artiklın işlənməlidir. Və burada baxaq deməli mənasına. Görürük ki, we went on holiday to a nice village. Deyək ki, biz tətildə gözəl bir kəndə getdik. Burada ümumən yenə danışıq üçün müəyyən artikl istifadə etmirik. And stayed in a small house. Balaca bir evdə deyək ki, qaldıq. Yəni burada həmin o kənd və deməli ev ora gedənə qədər onlara tanış deyildi. Ona görə də biz müəyyən artiklı istifadə etmirik. Daha sonra isə 74-də baxırıq. Burada place sözü sayılan olduğu üçün seni ana atırıq. Yerdə qalır B, D və Y variantları və burada world sözündən də hər zaman D artiklı işlənməlidir. D variantını atırıq. B və Y variantları qalır. Deyir ki, Australia, yəni Australia is a really enormous place in the world. Deyir ki, Avstraliya dünyada həqiqətən çox böyük bir yerdir və burada belə hallarda biz en artikl istifadə edirik. Yəni ümumən nədənsə bəhs edirik. Yəni müəyyən bir yerdən, məkandan bəhs edirik. Yəni ümumən bir fakt dediyi üçün en artiklı istifadə edirik. Daha sonra isə baxırıq ki, burada 75-də bizə üstünlük dərəcəsi verilib. D artiklını götürməliyik. İkinci səhvdə isə world sözdür. Bununla da həmçinin D artikli olmalıdır. Götürük nə? A variantına. 76-da. 76-da deməli baxırıq burada nədir? Buckingham Palace is place where King of England officially lives. Deməli burada əgər ki kingdir, queendir, bu tipi sözlərdə insan adı çəkilməyibsə biz mütləq ki D artiklı istifadə etməliyik. C, Y, daha sonra D A variantını atırıq və yerdə qalır nə? B variantı. Daha sonra 77-də. 77-də deməli baxırıq ki burada məsələn holiday sözü sayılır, country sözü sayılır. Holiday sözündən əvvəl deməli bizdə nə işlənib? Təyin edici. Və bu başlayır nədən? Sifətdən. Daha doğrusu saytdan başlayır. Ona görə biz B-ni atırıq. Həmçinin D-ni də atırıq. Çünki burada mütləq isim deməli artikl işlənməlidir. İkinci tərəfdə isə country sözü sayılanda ona görə artiklsı olmaz. A-nı atırıq, C-ni atırıq. Yerdə qalır nə? Y variantı. Daha sonra isə baxaq 78-ci suala. Görürük ki, burada thousands verilib və thousand, million, hundred tipli biz sayılardan deməli ya E artiklini istifadə edirik, ya da ki cəmlənən isə heç bir artikl olmur. Ona görə biz B-ni, A-nı, C-ni atırıq. Yerdə qalır D və Y variantları. Burada isə deməli baxsaq ki, this is the lake where thousands of animals live here. Yəni ki, bu həmin göldür ki, haradakı minlərlə heyvanlar burada yaşayır. Burada müəyyən bir göldən danışıldığı üçün D artikl olur. Bununla yanaşı həmçinin lake sözü sayılan olduğu üçün artiklsız olmaz. Elə qalır D variantı. 79-cu sualda isə baxırıq ki, burada nədir? Cause sözdür. Bunun hər zaman D artikli yəni işlənir. Amma indi bu sayılan isim olduğu üçün yine hələ baxaq ki, bu artiklsi olmaz. B-ni yenə atırıq. Daha sonra isə baxırıq ki, country sözü yəni həmçinin sayılandı. Artiklsız olmaz. Yenə qalır nə? D variantı. Yəni qaydanı bilmədən də sadəcə sayılan, sayılmayan yəni olmazsan da həmçinin tapmaq mümkündür. Daha sonra isə səsinə baxaraq, səsində isə görürük ki, longest üstünlük dərəcəsidir. D artikli işlənməlidir. Və daha sonra isə baxırıq ki, world sözündə də hər zaman D artikli olmalıdır. Qalır nə? Y variantı. 81-də isə görürük ki, burada village sözü sayılandı. Artiklsız olmaz. Daha sonra isə mountain sözü cəmdədir, yəni artikldan işlənməz. Qalır nə? D variantı. 82-də isə görürük ki, burada deməli house sözü sayılandı. Burada artiklsi olması doğru deyil. İkinci tərəfdə isə place də həmçinin sayılandı. Burada D variantı olmaz. Qalır B və C variantları. Burada isə baxsaq ki, I lived in a small house for a year and I found the place very quiet. Deməli, burada birinci danışır ki, mən deyir, balaca bir evdə yaşadım bir il ərzində və deyir ki, mən onu deməli, çox sakit olduğunu düşünürəm, yəni sakit olduğunu fikirləşirəm, deməli.
Ona görə də ikinci tərəfdə artıq həmin evdən danışır və həmin ev artıq bizim müəyyəndir, həmin o yer. Ona görə biz burada istifadə edirik nə? De artiklından. Daha sonra isə 83-cü sualda deməli baxırıq ki, burada topic sözü sayılandı. Ona görə deməli biz onu artikldan işlətməliyik, A variantına çıxırıq. Və görürük ki, topikdən əvvəl nə istifadə olunub? Sifət. Sifət nədən başlayır? Saytdan. Deməli burada B variantı da gedir. İkinci tərəfdə isə deməli family sözü var bizdə. Və burada görürük ki, an important topic of conversation. Bu tipli deməli ifadələrdə, yəni o tutum bildirəndir, nə bilim, bu tipli ifadələrdə biz an artiklı yəni istifadə edirik. Ona görə D artiklını atırıq. C və D variantları qalır və burada deyir ki, the weather is an important topic of conversation. Deyir ki, for the family. Burada hava deyir ki, söhbət üçün çox vacib bir mövzudur ailə üçün. Və burada müəyyən bir ailədən danışır, ona görə olur D variantı. 84-də isə baxırıq ki, burada üstünlük dərəcəsidir və burada D artikli işlənməlidir. Yeni atırıq, D-ni atırıq, C-ni atırıq. A və B variantları qalır. World sözündə hər zaman D artikli işlənir. Daha sonra isə 85-ci suala baxırıq. 85-də isə deməli görürük ki, burada first sözü var, sıra sayıdır. Burada mütləq ki, D artikli işlənməlidir. İkinci tərəfdə isə ocean sözündə hər zaman D artikli işlənir. Ona görə də götürürük nə? C variantını. Daha sonra isə 86-da. Deməli, first sıra sayıdır. Ona görə D variantını, Y variantını C-ni atırıq. Çünki D artikli olmalıdır. Moon da vahidlik bildirdiyi üçün D artiklini işləməlidir. Qalır nə? B variantı. 87-də isə burada way sözü sayılanda artiklsız olması düzgün deyil. Və ikinci tərəfdə isə Fransanın burada cənub hissəsindən bəhs edir. Yəni burada müəyyən bir hissədən danışır. Ona görə biz burada D artikli işlətməliyik. Y variantını atırıq. Və burası deyir ki, it is a long way. Yəni mənası odur ki, uzun bir yoldur. Ona görə də işlədirik nə? E artiklını. Daha sonra isə 88-də deməli baxırıq ki, bu üstünlük dərəcəsinə verilib və mütləq ki, D artikli işlənməlidir. İkinci tərəfdə isə world sözü verilib. Bu da hər zaman nə ilə işlənir? D artiklına. Daha sonra isə 89-da deməli görürük ki, burada report sözü sayılandı. Yəni hesabat mənasındadır. Burada deməli C variantını atırıq. İkinci tərəfdə isə görürük ki, yəni geology sözü istifadə olunub. Burada deməli əsasən mənasını tapsaq, deyir ki, report on geology of the Sahara Desert was interesting. Deyir ki, Sahara səhrasının deyir ki, geologiyasından olan report, yəni hesabat. Burada deməli geologiyası, yəni burada Saharadan bəhs olunur, yəni müəyyən bir yerdir və həmin yerində yalnız yenə müəyyən bir geologiyası olur. Deməli bu bizim müəyyəndir. Və onunla bağlı deməli deyir ki, bir report var, hesabat var. Yəni deməli bunun haqqında danışırsa, yəni nədir? Bu deməli bizim müəyyəndir. O da olur nə? D artiklı. Yəni əsasən burada keçmiş zamanda verilənlərin demək ki, çoxsunda D artiklı istifadə edirik, amma əsasən mənasına diqqət yetirmək, bütöv cümləyə baxmaq vacibdir ki, yəni bəzən bu doğru olmaya bilər. Daha sonra isə Türkiyənin cənubudur və bu halda biz deməli D artikli istifadə etməliyik. B variantı, D variantı gedir. Yəni əsasən bu şəkildə verilirsə, onda biz D artikli yəni götürürük. Amma ki məsələn South Turkey, yəni Cənubi Türkiyə şəklində verilsəydi, onda biz artikl deməli istifadə etməzdik. Daha sonra isə ikinci tərəfdə də həmçinin biz D artikli istifadə edirik. Nəyə görə? İlk əvvəl belə baxanda düşünürük ki, istifadə etməməliyik, amma mənasına baxanda doğru olur. Yəni Türkiyənin cənubu onun deməli şimalından daha istidir. Yəni əslində bu nəyin qısaldılmış halıdır? The North of Turkey. Bunun qısaldılmış halıdır. Sadəcə ki, ikinci dəfə təkrar olmasın deyə yəni ixtisar edilib. Ona görə də bizdə qalır nə? C variantı. Daha sonra isə 91-ci suala görür ki, name of sea between Africa and Europe is the Mediterranean Sea.
Görürük ki, hər ikisi sayılan. Ona görə mütləq ki, artikeldən işlətməli B və Y variantları qalır və burada görürük ki, biz D və Y artikel arasında qalır. Daha doğrusu D və E artikel arasında. Və burada C sözü hər zaman da D artikeli işlədildiyi üçün ona görə biz D işlədirik. Bundan savayı da belə deyə bilərik ki, between Africa and Europe. Yəni Afrika və Avropanın arasındakı dəniz. Və burada təbii ki də yeganə, yəni bir dəniz var. Müəyyən bir dənizdən danışıldığı üçün biz D artikelini istifadə edirik. Daha sonra isə baxırıq ki, 92-yə, deməli, burada görürük ki, Scotland deyək ki, is a country. Yəni Scotland bir ölkədir. Ölkə isə deməli biz bundan artikel istifadə etmirik. Ona görə yenisini atırıq. Daha sonra isə ikinci tərəfdən baxaq. Scotland is a country in the United Kingdom to north of England. Yəni buradakı İngiltərənin nəyidir? Şimal hissəsi. Yəni burada yenə of şəklində verildiyi üçün biz D artikeli götürməliyik. Qalır nə? A variantı. 93-də isə görürük ki, the US is washed by the Pacific Ocean in the west olmalıdır. Çünki deyir ki, birləşmiş, yəni burada de USA mənasındadır, yəni Birləşmiş Amerika mənasında. Deyir ki, Amerika deməli onun qərb tərəfindən deyir ki, Sakit Okean tərəfindən yudur. Yəni burada nədir? Onun müəyyən bir hissəsindən bəhs olunur, cəhətindən. Ona görə D artikeli olur. Həmçinin ikinci səhvdə də eynidir. Deyir ki, şərq hissəsindən isə Atlantik Okeanı tərəfindən yuyulur. Hər ikisində deməli cəhət nəzərdə tutulduğu üçün biz D artikeli götürürük. Daha sonra isə 94-cü sualda deməli baxırıq ki, first nədir? Bizim sıra sayımızda. Ona görə D artikeli işlənməlidir. B-ni D-ni atırıq. Daha sonra isə deməli burada city sözüdür və burada bu deməli nədən başlayır? Summitdən başlayır. Ona görə yeni atırıq və yerdə nə qalır? C variantı. Deməli doğru cavabımız nədir? C-dir. Yəni burada əsasən city'dir, country'dir, nə bilim, city, bu tipli sözlərdir. Çox vaxt D artikeli işlənir, amma təbii ki də bəzi istisna hallarda olur. O yəni məsələn 94-cü sualdakı kimi. Ona görə əsas, yəni variantlara diqqət etmək daha yaxşıdır. Daha sonra isə 95-ci sualda baxırıq ki, story sözü sayılandır. Artikelsiz işlənməsi doğru deyil və ikinci tərəfdə isə Englishman'dır. Yəni bu da mütləq ki, artikeldən işlənməlidir və bu nədən başlayır? Sayətdən. Ona görə E artikeli də olmaz və avtomatik olaraq 95-də A variantı qalır. Daha sonra isə 96-da deməli stories sözü cəmdədir. E artikelindən işlədə bilmərik. İkinci tərəfdə isə hero sözü yenə bu da cəmdədir. Ona görə N artikeli də olmaz. Deyini yenə də atırıq və burada 96 deməli deyir ki, we have heard the stories about the historical heroes. Yəni biz deməli tarixi qəhrəmanlar haqqında, yəni müəyyən qəhrəmanlardan bəhs edir. Deyir ki, hekayələr eşitmişik. Yəni burada müəyyən bir hekayələrdən söhbət gedir. Məsələn, A variantına əgər bu hekayələr məsələn müəyyəndirsə, deməli o ikinci tərəfdə qəhrəmanların kim olduğu da müəyyəndir. Yəni birində işlədib, digərində işlətməməyimiz, yəni məna benimki əlaqəsini pozur. Daha sonra isə 97-yə baxaq. 97-də deməli görürük ki, friend sözü sayılandır. Artikelsiz işlənməsi düzgün deyil. Daha sonra translator sözü, bu da sayılanda, yine artikelsiz işlənməsi düzgün deyil. Və görürük ki, onun qarşısında nə işlənib? Bir sifət işlənib. Həmin sifətdən başlayır samitdən. Ona görə N artikeldə olmaz və yerdə qalır nə? C variantı. Daha sonra isə 98-ci suala baxaq. 98-də deməli burada student sözü cəmdədir. Biz burada E artikelini işləyə bilmərik. Bu səhvdir. İkinci tərəfdə isə language sözü sayılanda bunun artikelsiz işlənməsi deməli doğru deyil. Qalır bizdə nə? B, C və Y variantıdır. Deyək ki, students of our group bizim qrupun tələbələri, müəyyən bir tələbələrdən danışıldığı üçün deməli D artikel olmalıdır. Ona görə B-ni atırıq. Qalır C və Y variantları. Deyir ki, are going to study a new language. Deyir ki, onlar növbəti term, növbəti yəni semestr yeni bir dil öyrənəcəklər. Yəni bu halda nə deyirik? Həm də yeni deyirik. Elə həmçinin new sözü bizim açar sözümüzdür ki, E artikelini işlədək ki, bu bizim müəyyən deyil. Daha sonra isə 99-cu sualda
Burada blues sözüdür. Bu silent olduğu üçün artikeldən işləməlidir. Ona görə atırıq. Party sözü də həmçinin silent. Ona görə burada beni də atırıq. Qalır A və Y variantları. Burada mənasına baxsaq deyək ki, she wants to show me blues which she's going to wear at party next week. Deyək ki, o mənə göstərmək istəyirdi, deməli geyinəcəyi bluzu. Burada müəyyən bir bluzdan danışır və deyir ki, partiyə, deyir ki, növbəti həftə olan. Deməli, hər ikisi nədir? Partidə, yəni bluzda bizə müəyyəndir. Daha sonra isə 100-cü suala baxaq. 100-də isə görürük ki, burada our sözü, yenə burada samitdən yazılsa da saitdən tələffüz olunur. Yəni, biz H-i tələffüz etmirik. Ona görə biz burada deməli, artiklını atırıq və əgər ki, artiklsı bunda atırıq, qalır nə? B, C və D variantları. İkinci tərəfdə isə half da həmçinin, yəni də bildim ki, sayılır və biz burada bir ifadə olaraq necə deyirik? Half an hour və yaxud da ki, burada an hour and a half. Yəni, burada nə etməliyik? An, n-i. Ona görə də avtomatik olaraq bizdə nə qalır? C variantı olur. Daha sonra isə 101-ə baxaq. 101-də isə deməli, görürük ki, burada nədir? Engineer sözüdür. Engineer isə bu nədir? Bu mütləq ki, artikeldən işləməlidir. Anı atırıq. Daha sonra deməli, yeni atmırıq hələ ki. Burada engineer deməli, B-ni C-nə D, yeni hələ ki saxlayaraq və person sözü sayılandır. Ona görə biz artikelsi olan yeni atırıq. Və deməli, ən sonunda isə engines cəmdədir. Ona görə biz artikelləri atırıq və yerdə nə qalır? D variantı. Daha sonra isə 102-ci sualda görürük ki, burada nədir? Go sözü sayılmalıdır. Ona görə ondan bizim yəni xüsusi olaraq bir artikel işlətməyimizə ehtiyac yoxdur. Həmçinin C-ni də atırıq və ikinci tərəfdə isə görürük ki, nədir? Sticks-dir. Və həmçinin bu isimdə, yəni cəmdə D-ni və xüsusi müəyyən bir isim olmadığına görə D-ni də atırıq və yerdə qalır nə? B variantı. Daha sonra isə 103-ə baxaq. Görürük ki, burada most sözündən sonra isim işlənib və ona görə də biz burada D artiklı istifadə etmirik. Ümumiyyətcə artikl istifadə etməyə ehtiyac yoxdur. İkinci tərəfdə isə görürük ki, worst üstünlük dərəcəsidir. D artiklı işlənməlidir. Ona görə D-ni də atırıq. Qalır B variantı. 104-cü sualda isə burada görürük ki, mostdan sonra yenə nə istifadə olunub? İsim. Ona görə bütün artikelləri atırıq, qalır D və Y variantları. Daha sonra isə burada exim sözü cəmdədir və ona görə də ən artikel olmaz və qalır nə? Y variantı. Daha sonra 105-ci suala baxaq. Görürük ki, burada landsdir, bu cəmdədir. Ona görə ən artikel olmur və variantları da yoxdur. İkinci tərəfdə isə görürük ki, nədir? Lands that were discovered by Columbus were rich in gold. Burada deməli görürük ki, land sözü bizə müəyyəndir. Və bununla yanaşı gold sözü sayılmalıdır. Artikellərini atırıq, artikellərini. Deməli, B isə Y variantları qalır və burada deməli birinci tərəfdəki isim bizə müəyyəndir. Çünki deyir, torpaqlar hansı ki, Kolumb tərəfindən kəşf olunub. Deməli, biz burada D artikli istifadə etməliyik. İkinci tərəfdə isə bu daha çox bir ifadədir. Həmçinin burada qızılla zəngindir deyir və burada müəyyən bir qızıldan söhbət getmir. Yəni də ümumən qızılla ki, zəngin idi. Ona görə B-ni deyil də və B-ni deyil, biz götürük nəyi? Y variantını. 106-cı suala baxaq. Deməli, burada baxırıq ki, crossword sözüdür, crossword which was compiled by Arthur Wynne. Burada deməli, yəni bizə nədir? Ekstra bir məlumat verildiyi üçün biz burada D artikli istifadə edirik. Ona görə biz burada digər variantları atırıq. A və B variantları qalır. Burada isə görürük ki, Magic Game. Deyək ki, burada ümumi bir məlumat verir ki, sehirli bir oyun idi. Sehirli oyun deyir, yəni burada müəyyən oyuna söhbət getmədiyi üçün nəyi götürürük? A variantını. Daha sonra isə 107-ci suala baxaq. Deyir ki, when I woke up this morning, the sun was shining. Deməli, biz sun vahidlik bildirdiyi üçün D artikli istifadə etməliyik. B-ni atırıq, C-ni atırıq, D-ni atırıq.
Qalır burada deməli A və Y variantları. İkinci tərəfdə isə deyir ki, my rooms, deməli the windows of my room. Yəni mənim otağımın pəncərələri, müəyyən pəncərələri danışdığım üçün D artikli olmalıdır. O da olur Y variantı. Daha sonra isə 108-də deməli burada long time. Yəni normalda burada time qarşısına yəni sifət işlənəndə biz bu halda ondan artikel işlədə bilirik, qeyri-müəyyənlik. Yəni burada a long time deyə bilirik. Daha sonra isə ikinci tərəfdə burada baxırıq ki, human brain. Və burada baxaq nəyə? Deməli, ikinci tərəfdə isə ən sonunda isə görürük ki, burada nə var? Think. Və onun qarşısında nə işlənib? Deməli, sifət işlənib və burada Sametdən başlayır. Ona görə ən artikl varsa bu səhvdə, o da yoxdur. Və ümumiyyətlə think sayılır üçün mütləq ki, artikl işləməlidir. Anla D-ni atırıq, yeni də atırıq. Qalır burada nə? B və C variantları. Və dedik ki, burada time'ın qarşısında, yəni onu təyin edən sifət varsa artikl işlədə bilərik. Ona görə C-ni də atırıq. Qalır nə? B variantı. Daha sonra isə 109-da baxırıq ki, we usually go by train. Biz deyək ki, yəni adətən qatarla gedirik. Ona görə burada bu ilə mənası verdiyi üçün biz burada heç bir artikl istifadə etmirik. Ana D-ni atırıq, yeni də atırıq, C-ni də atırıq, qalır nə? B variantı. 110-da isə baxaq deməli nəyə? Do you know any of the people who live across the road? Yəni deyir ki, sən də bu insanları da tanıyırsanmı? Deyir ki, hansı ki onlar ki yol boyunca deyir ki yaşayırlar. Yəni burada müəyyən insanlarda və müəyyən bir yoldan danışıldığı üçün də götürürük C variantını. Daha sonra isə burada baxırıq nəyə? 111-ci suala. Burada görürük ki, beginning deyir və burada növbəti hissədə deyir ki, beginning of his speech. Onun nitqinin başlanğıcı. Deməli, burada onun nitqindən söhbət gəlirsə, onun deməli başlanğıcı da müəyyəndir, D artikli işlənməlidir. İkinci tərəfdə isə turizm sözü sayılmayandır və onunla da hər hansı bir artikl işlətməyə ehtiyac yoxdur. Ona görə olur nə? A variantı. Daha sonra isə 112-ci sualda görürük ki, bizdə T sözü sayılmayandır, daha sonra coffee də sayılmayandır, ona görə avtomatik B variantı olur. 113-ə baxaq. 113-ü görürük ki, burada mostdan sonra deməli sifət işlənir. Bu üstünlük dərəcəsi olacaq. Ona görə D-ni, C-ni atırıq. Sonra modern world deyir və burada world-dan da həmçinin D artikli işlədirik. Ona görə A-nı atırıq, B-ni atırıq. Elə yerdə qalır nə? Y variantı. Pollution da sayılmayandır və müəyyən də olmadığı üçün, yəni ona görə nəsə istifadə etmirik. Daha sonra isə deməli burada idea sözü sayılandı, artiklsız olmaz. Digərlərini atırıq. Daha sonra isə deməli problem da həmçinin yenə sayılandı. İndi isə burada baxaq mənasına. Deyir ki, have you got an idea? Deyirsən, deyir bir ideyan varmı? Deyir about how we can solve the problem. Deyir ki, biz necə problemi həll edə bilərik. Və burada da müəyyən bir problemdən danışıldığı üçün D artikli istifadə edirik. Yəni deməli A variantı olur. Yəni burada ideya deyir ki, ümumi bir ideya deyir. Yəni xüsusi spesifik bir ideyadan bəhs etmədiyi üçün D artikli olmaz. İkinci tərəfdə isə müəyyən bir problemdən danışıldığı üçün E artikli olmur, qalır A variantı. Daha sonra isə 115-ə baxırıq. Burada deyir ki, she likes Indian tea, but she doesn't like tea that comes from Sri Lanka. Birinci tərəfdə burada ümumiyyətlə çaydan bəhs edir və bu sayılmayan olduğu üçün, yəni burada D artikli işlətməyimizə ehtiyac yoxdur. Çünki bu müəyyən deyil və ikinci həmçinin T sözü sayılmayan olduğu üçün, yəni C-ni yeni atırıq, A və D variantları qalır. İkinci tərəfdə isə artıq bu bizim müəyyəndir. Çünki deyir, but she doesn't like the tea that comes from Sri Lanka. O çayı xoşlamır, hansı ki Sri Lankadan gəlir. Artıq biz burada zət və s. nəsə qoyub, yəni ekstra məlumat verirsə, deməli burada D artikli işlədə bilərik. Daha sonra isə 116-ya baxaq. 116-da deməli, burada baxırıq ki, we need to be at airport. Airport sayılandı və burada artiklsız olması düzgün deyil. İkinci həftə isə our sözü sayılandı. Artiklsız olması yəni düzgün deyil. Və burada yenə həmçinin C-ni də ataraq qalır B və D variantları və airport sözü, yəni hava limanı demişdik ki, əgər bir adla işlənibsə, deməli orada biz heç bir şey işlətmirik. Amma təkli isə D artikli yəni olmalıdır. Daha sonra isə 117-ci sualda baxaq nəyə?
Freedom-da, Independence-da, yəni ümumiyyətcə bunlar artiklsız, yəni işlənir və burada da yəni 2 dənə elə variantımız olur. S və Y variantları. Life sözü də 2 cür ola bilər. Ya D artikldan olur, ya da ki artiklsız olur. Burada da artiklsız verildiği üçün, yəni C variantını götürürük. Daha sonra 118-də deməli fumes of cars and factories are main reasons for air pollution. Deməli, burada air pollution sayılmayan, ona görə ən artiklını atırıq və burada yəni xüsusi bir şey olmadığı üçün, yəni D artiklını da işlətməyimizə ehtiyac yoxdur. Daha sonra isə baxaq deməli. Deyək ki, fumes of cars and factories are the main reasons for the fumes of. Birinci səhifədə D artikli olur, ikinci səhifədə D olur. Yəni, burada maşınların və deyir ki, fabriklərin deməli tüstüləri. Ona görə biz işlədik nə? D artikli. Yəni, burada müəyyən yerlərin deməli tüstüsündən danışır. Ona görə D olur və deyir ki, are the main reasons for air pollution. Deyir ki, hava çirklənməsinin əsas səbəbləridir, yəni müəyyən səbəblərdir. Ona görə 118-də biz götürürük nəyi? A variantını. Daha sonra isə 119-da. Deməli, consumer sözü sayılandır. Ona görə biz burada mütləq ki artikli işlətməliyik. Hər birində verilir. Daha sonra isə product sözü həmçinin sayılandır. Ona görə C-ni atırıq, A-nı atırıq və burada deməli, product sözün qarşısında ən sonda more işlənir. Buna görə ən artikli istifadə olmaz. Burada deməli B və Y variantları qalır. Görürük ki, burada product more nədir? Burada deməli müqayisədir. Biz onunla da D artikli işlətməliyik. E artikli işlədir. Ona görə qalır B variantı. Daha sonra 20-ci sualda görürük ki, burada nədir? Yenə söz birləşməsi şəklində işlənir. Buna görə biz burada E, N artiklları işlədirik və burada görürük ki, nədir? 2 dənə variantımız da var. C-də və D-də. İkinci tərəfdə isə ocean sözü D artiklinin olur. Ona görə qalır nə? C variantı. Daha sonra isə deməli 121-ci sualda görürük ki, yenə burada nədir? Birləşmə şəklində istifadə olunub. Ona görə də biz burada EN artiklları istifadə edirik və burada D-ni, Y-ni, C-ni atırıq. A və B variantları qalır. Və burada isə deyir ki, Baykal is a source of beauty and a power for the people in Russia. Yəni burada A variantdan baxsaq ki, people sözündən E artikli olmaz, ilə qalır nə avtomatik B variantı. 22-də isə baxırıq ki, riches üstünlük dərəcəsidir, D artikli olmalıdır, B-ni C-ni atırıq və həmçinin burada nə olur? The world languages, yəni dünya dilləri, world sözündən özündən əvvəl D artikli işlənir, qalır A variantı. 23-də deməli, baxaq nəyə? Burada üstünlük dərəcəsi ona görə D artikli olur və ikinci tərəfdə isə world sözündən D artikli işlənir, qalır nə? Y variantı. 24-də baxaq. 24-də isə görürük ki, burada country sözü sayılandır. Burada C-ni, D-ni atırıq. Daha sonra isə capital sözü də həmçinin yəni sayılandır. İndi isə burada keçək qaydaya. Deməli, burada görürük ki, country sözünün qarşısında sifət işlənir və o sifətin qarşısında da deməli işlənməlidir. N artiklı. Burada isə deyir ki, Avstraliya deyir ki, deməli nədir? Suveren bir ölkədir. Yəni, burada ümumən deyilir. Ona görə biz burada D artiklını götürmürük. Həmçinin burada country sözü sayılan olduğu üçün Y variantını da atırıq. Elə burada nə qalır? B variantı. Çünki capital sözünə nə işlənir? D artikli yəni işlənir. Çünki yəni deməli həmin ölkənin paytaxtına danışır. Və onda yalnız bir paytaxt olduğu üçün D artikli işlənir. Daha sonra isə 25-də baxırıq ki, the Papuan language consists of 11 letters. It is the language which has the smallest alphabet. Deməli, burada baxırıq ki, smallest üstünlük deyə D artikli olmalıdır. B-ni, Y-ni, A-nı atırıq. C və D variantları qalır və language sözü sayılan olduğu üçün mütləq ki, artiklını işlənməlidir də qalır nə? D variantı. 26-cı sualda isə burada deməli country sözü cəmdədir. Ona görə C variantını atırıq. Çünki E artikli ondan işlənməz. Daha sonra isə continent sözü də həmçinin sayılandır. B-ni də atırıq. Və burada isə indi baxaq nəyə? Tərcüməyə. Deyir ki, all countries on continent of North America. Deyir ki, Şimali Amerika qitəsində, yəni burada nə olur? Müəyyən bir qitədən danışırıq.
Ona görə D variantı olur və burada Şimali Amerikada olan ölkələr. Bu təbii ki, müəyyən ölkələr olduğu üçün D artikli olmalıdır. Ona görə götürürük Y variantını. 127-yə baxaq. Burada deməli castle sözü deməli nədir? Sayılandır. Ona görə biz mütləq artikli işlətməliyik. Daha sonra isə burada gör ki, nədir? Burada north cəhət şəklində işlənib. Həmçinin burada bank sözü özdə, yəni D artikli tələb edir ki, mütləq ki, D artikli olmalıdır. Səni atırıq. A-nı D-ni atırıq. B və Y variantları qalır. Və burada da deyir ki, The Tower of London is a historic castle. Yəni burada deyir ki, tarixi bir nədir? Deməli, qaladır. Ona görə də yəni, ümumən deyir. Burada xüsusi olaraq bir yerinə bəhs etmir. Ona görə götürürük nə? Y variantını.